Xədicə, İbad, salam, necəsiz? Salam yaxşı. Bu nədir bu? Bu riyastat. Aha, riyastatdır. Nə üçün istifadə olunur riyastat? Riyastat Cərəyanı tənzimləmək üçün. Yəni, yəni çoxaltmaq. çoxaldıb azaltmaq üçün. Dövrəni qurun baxaq. Aha. Xədicə, cərəyanın yolunu göstərə bilərsən orada? Buradan müsbətdən gəlir, buradan keçir. Bura gəlib bu sürgün qolunu çatana düşür aşağı. Buradan belə gedir. Sonra buradan mənfi yolu gedib və cərəyan yaradır. Aha. Belə davam edir. Aha. İbad, necə işləyir o riyastat? Riyastat buradan müsbət gəlir. Sürgü qolunu aşağı düşür. Bu hissədə cəryanın çeşitli uzunluq var. Uzunluq böyle azaldıkça müqavimət də azalır. Aha. Müqavimət azalır, cəryan artır. Cəryan müqavimətdən tərs asılır. Aha. Sən özündən sağa doğru hərəkət etdirdikcə, cərəyan keçən hissənin uzunluğunu nə edirsən? Azalır. Cərəyan keçən hissənin uzunluğunu azaldırsan. Uzunluq azalanda, Müqavimət də azalır. müqavimət azalanda cərəyan çoxalır. Bir dənə zəhmət olmasa onu yenidən göstər. Aha. İşıq çoxalır. Az. Sağ olun.